Rusiyanın. Yəni Rusiya artıq özünü tarixdə dəfələrlə bizə qarşı göstəribdi. Və bu yenə deyirəm, birinci dəfə də baş vermir və axırıncı dəfə də baş vermir və bu davam edir və davam edə də bilər. Ruslar yenə bizdən kimisə Azərbaycana təhvil verə bilər. Yəni bunu daim gözləmək lazımdır. Bunu daim nəzarətdə saxlamaq lazımdır. Və bunun qarşısını almaq o deyil ki, biz ruslara qarşı daha belə yaxın olaq, daha necə deyim, onların dediklərini daha çox eləyək. Xeyr, rusların siyasət dili, rusların başa düşmə, qanma bacarığı tamam başqa cür işləyir. Ruslar güc qarşısında ancaq nə hiss edə bilirlər. Yəni siz onlara nə qədər sadiq olursunuz olun, nə qədər onların maraqlarını qoruyun. Bu onlar üçün maraqlı deyil. Heç bir şey maraqlı deyil onlar üçün. Onlar üçün maraqlı bir şey var. Mənə bu dəqiqə nə sərf edir? Heç sabah da fikirləşmirlər, sabah nə olacaq, nə olmayacaq. Bu gün misal üçün Fəxrəddin Abbaszadəni biz Azərbaycana verdik, pul qazandıq, əla. Putinin düşündüyü budur. Putinin bundan artıq düşüncəsi yoxdur. Nə bilim, burada hər hansısa bir talış marağını qoysun, heç veclərinə deyil.